Ex-Xarici İşlər Naziri Elmar Məmməcərov TV Müsavatın bazar xəbər verilişində aparıcı Sevinç Telman qızının sualına cavab verərək adının Ramiz Mehdiyevin komanda üzvü kimi hallandırılmasına münasibət bildirib. Müsahibimiz zəngə bir neçə cəhdimizdən sonra cavab versə də, cavabında dərhal jurnalistləri qınayıb. İndi bazar günüdür, axşam saat 19:30-dur. Bilirəm, mənə niyə zəng edirsiniz? Soruşacaqsınız ki, APA məlumat paylaşıb. Adınız Ramiz Mehdiyevin komandasında hallanır. Yazmağına yazsınlar. Ramiz Mehdiyev prezident administrasiyasından çıxandan sonra mənim onunla heç bir əlaqəm olmayıb. Nə telefon zəngi, nə cip telefonu, nə ev telefonu, nə salam aleyki. Heç bir ünsiyyətim olmayıb. Bax, bunu yaza bilərsiniz. Gülməli şeylər yazırlar, gülməli məsələlər uydururlar. Mən belə başa düşürəm ki, kimin qarın ağrısı varsa, öz başından nələrsə uydurur və bu zamanda hansısa görkəmli adamların adını çəkməyə çalışırlar. Yəni, öz adları siyahıda çıxmasın deyə yalandan bizim adımızı hallandırırlar. Bəs nəyə görə məhz sizin adınız bu siyahıdadır? Bir versiyanız varmı? Görkəmli adamam da mən. 16 ildən artıqdır nazir olmuşam. 5 ildən artıq keçib ki, vəzifədən çıxmışam. İndiyə qədər heç kim sakitləşmir. İşlədiyiniz dönəmdə Ramiz Mehdiyevlə münasibətləriniz necə olub? Əlaqələrim yaxşı olsaydı, 2019-cu ildən bəri onunla əlaqəm olardı. Ancaq mən onun nə əl, nə ev telefonunu bilirəm. Bir dəfə də olsun əlaqəm olmayıb. Ünsiyyətim yoxdur. Onu da hamı bilir. 6 ildir PA-dan çıxandan sonra onunla əlaqələrim yox idi. Nə telefon, nə təbrik, nə salam aleyki. Mən bu 6 ildə onunla əlaqə saxlamamışam. Bəs həbsinə münasibətiniz necədir? Yaxşı da, bu artıq provokasiyadır. Bəsdir də, niyə provokasiya? Həbsə münasibət soruşuram. Normal şəkildə. Axı az əvvəl özünüz də dediniz ki, görkəmli insanam. Görkəmli adamdan həbsə münasibət öyrənmək istəyirəm. Lazım olsa, faktlar olsa, həbs edəcəklər. Subut edə bilsələr, faktları gətirə bilsələr, həbs etsinlər. Mən cavaba hazıram.